Salam hörmətli izləyicilərim. Bugün də belə bir naxışın toxunmasını istəyirəm göstərim. Bu da çox qəşəng naxışdır. Jiletə, jaketə, papağa, hər şey gedən bir naxışdır. Bu formada ilməklərin burada 2-2'dir sayıram. 2-2 də kənar ilmək. Sapım bu biraz qalın sapdır. Kim istəyir nazik sapdan da toxuyar, nazik alınması için. Ben bu toxuduğum sap biraz qalın sapdır. 200 metrəlik, 100 qramlıq 200 metrəlik sapdır. Bunun üçün indi mən bu rezinka hissəsindəki belə toxumuşam. Kim istəyir, necə istəyir toxuya bilər rezinka hissəsini. Burada da belə formada bir naxışdır. İndi bunun üçün belə bir sapımı götürürəm. Milimi üstə yığıram. Bir neçə ilmə yığacağım. Bu 100 qramlıq 250 metrəlik sapdır. Bu ondan biraz nazik sapdır. Çox nazik deyil, 250 metrəlik sapdır. 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 ilmek yığıram milimin üstə. Birini də götürüm. ilmek. Buradan da düğünləyirəm bunu. Bunu kəsdim buradan. İndi bu üzdən bütün ilməkləri tərs toxuyacağım. Birinci ilməyi də toxuyuram, birinci sıra olduğuna görə. Qalan ilməkləri hamısını tərs toxuyuram. Sıranın axıra qədər toxudum. Tərs toxudum, kənarı da tərs toxudum. İndi tərs üzdən də bütün ilməkləri tərs toxuyuram ki, ilməklər düz üzdən düz olsun. Birincini götürdüm, qalan ilməkləri tərs toxuyuram. İndi düz üzdən birinci ilməni götürürəm. Bu iki ilməni, yan-yana olan iki ilmənin ikisindən bir ilmək çıxardım. Sonra həmin ilməyi bir dəfə də toxuyuram. Belə. Yenə buradan bu iki ilməyi toxudum, çıxardım mildən. Bir dəfə yenə toxuyuram. Bütün ilməkləri axıra qədər belə toxuyuram. 2
İki ilməkdən birini çıxardıram. Birini də artırıram, yuxarı toxuyuram. Toxuduğum həmin ilməyi bir dəfə də toxuyuram. İki ilməyi də toxudum, axırıncı. Bunu yenə toxudum. Kənarı tərs toxudum. İndi arxa üzdən kənarı götürürəm. Bunu toxuduğum ilməyi buradan artırıram. Ki ilməklərin sayı azalmışdı. İndi aradan artırıram. Bunu toxuyuram, birini artırıram. Artırdım, birini toxudum. Bunları bu yüzden tərs toxuyuram. Kənarı da tərs toxudum. Bu formada. İndi kənarı yenə götürürəm. Bunları hamısını düz toxuyuram, ilməkləri. Bu artırdıqlarımı da toxuyuram düz. Üstündəki ilməkləri də hamısını düz toxuyuram. Axırıncı ilməyi, kənar ilməyi tərs toxuyuram. Tərs üzdən yenə bütün ilməkləri tərs toxuyuram. Kənarı götürdüm. Qalan ilməkləri hamısını tərs toxuyuram. Axırıncını da tərs toxudum. İndi düz üzdən yenə bir sıra bu naxışı toxuyuram yenə. 2 dəfə toxuyuram bunu. Kənarı götürdüm. 2 ilməyi, ikisini götürürəm. Bir ilmək çıxarıram. Bu ilməyi də bir dəfə toxuyuram yenə. Yenə 2 ilməkdən birini toxudum. Bu ilməyi bir dəfə də toxuyuram. 2 dəfə. İlməyi uzanır elə bir də. İkisindən birini çıxardım. Bir ilməkdən yenə birini də çıxarıram. İndi arxa tərəfdən kənarı götürürəm, buradan artırma eləyirəm. Sonra ilməyi toxuyuram. İlməkləri əvvəlki sayına çatdırıram belə.
İndi düz üzdən yenə bütün ilməkləri düz toxuyuram. Artırdığım ilməkləri də düz toxuyuram. Belə. Arxa üzdən də hamısını tərs toxuyuram. İndi bu aranı arada boşluq buraxırıq. Buradakı kimi belə. Bu arada mən 8 sıra toxumuşam. 4 sıra düz üzdən, 4 sıra da arxa üzdən. Bunu da indiki sıra elə bir toxudum. Yenə 3 dəfə bu üzdən, 3 dəfə də arxa üzdən toxuyandan sonra bu naxşı təzədən davam edirik buradan. Sağ olun. Gələn videomda görüşənə qədər.